Salam, 8-ci sinif kimi iş dəftərindən 3.4 birləşmə, parçalanma, əvəz etmə və mübadilə reaksiyaları suallarına baxaq. Parçalanma reaksiyası hansı olar? Burada bulunduğu müəyyən etdir. Ox işarələri qoymuyublar. Biz belə qoyaq. Deməli, bir bəsit bir mürəkkəb arasında bu əvəz etmədir. İki maddə birləşir, bir dənəsini əmələ gətirir, birləşmədir. İki mürəkkəb arasında gedir dəyişmə və yaxud da mübadilə reaksiyasıdır. Bu isə parçalanma reaksiyasıdır. D, A, C, B. Boşluqlara reaksiya daxil olan və reaksiya nəticəsində alınan maddələrin sayına görə kimyəvi reaksiyadan tipləri yazılır. Deməli, bu əvəz etmədir, parçalanma. Bu da əvəz etmədir. Bu birləşmədir. Mübadilə. Bu da birləşmədir. Nəyə görə niyəsini izahlayıb? Baxın, görürsünüz, iki dənə maddə birləşib. Burada isə iki dənə mürəkkəb arasında gedir, bax, bir-birini əvəz edir. Bunun birincisi gedir, bunun ikincisini yanına, bunun birincisi, bunun ikincisini bir-biri arasında dəyişir. Bu da görürsünüz, maddələr birləşib, bir dənə maddə əmələ gətirib. Burada da bəsit maddə, mürəkkəb maddənin içərisindəki bir elementi əvəz edib. Bu da parçalanmadır gördüyünüz kimi. Bu da həmçinin bayaq kimi əvəz etmədir. Burada hidrogeni əvəz edib kalium. Üçüncü sual, uyğunluğu oxlarla göstərin. Göstərək, burada nədir? Bir dənə bəsit, bir dənə mürəkkəb. Bu ilə uyğundur buna. Deməli, burada parçalanmadır. Görürsünüz, bir dənə mürəkkəbidir, parçalanıb, uyğundur buna. Bu da iki mürəkkəb arasında gedib. Bu da uyğundur buna, mübadiləyə. Qırmızı kürələrlə oksigen, mavi kürələrlə azot atomları göstərilmişdir. Reaksiya daxil olan və alınan maddələrin formunu yazın. Gəlin bu B-ni reaksiya tənliyini yazaq və əmsallaşdıraq, sonra ora qaydaq. Deməli, qırmızı ilə oksigendir. Burada nə görürük? 5 dənə oksigen görürük. Mavi ilə də azot. Deməli, bu nədir? N2O5. Nə qədər N2O5 var? 4. Bu düzgündür də burada N2O5, NO2. Burada oksigen atomu da var. Bunlar NO2'lərdir. Bir də qalınlar qaralınlar. Qırmızı ilə sızılanlar oksigen. Neçə oksigen molekulu var orada? 2. NO2 nə qədərdir? 4 dənəsi burada, 4 dənədir. Düzgün olmadı baxıb dəqiqə. 8 deyib, 4 nə yazıram? 4 dənəsi yuxarıda, 4 dənəsi belə. 8 dənə də NO2. Bu düzgün. Deməli, reaksiya daxil olan və alınan maddələrin formunu yazır. Reaksiya Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. məhsulları. Məhsullar NO2, O2-dir. Reaksiya daxil olan maddə isə N2O5-dir. Reaksiya daxil olan reaksiya nəticəsində alınan maddələrin sayına görə kimyəvi reaksiya tipini müəyyən. Burada görürsünüz, bir dənə mürəkkəb maddə parçalanıb iki maddəyə. Buna görə bu parçalanmadır. Düzgün və səhv ifadələri müəyyən et. Bir maddənin iki və ya daha çox maddənin alınması ilə gedən reaksiyalar parçalanma reaksiyaları deyilir. Bir maddədən bəli, məsələn, HNO3 parçalanır. Bu düzgündür. Maqnezium lentinin yanması birləşmə reaksiyasıdır. Bu da düzgündür. Bax, maqnezium üstə gəlir O2, alınır maqnezium oksid. Bir dənə maddə alınır, düzdür. Element və kimyəvi birləşmə arasında element atomlarla, kimyəvi birləşmənin atomlarla birini əvəz etməsi gedən reaksiyalar mübadilə reaksiyası deyil. Bu səhvdir. Bu əvəz etmə olmalıydı.
Əhəngdaşından kalsium oksid və karbon qazının əmələ gəlməsi birləşmə reaksiyası. Bu da səhvdir. Əhəngdaşı kalsium CO üstü alınır. Kalsium oksid üstə gəl CO2. Görürsünüz, parçalanmadı, parçalanmadı. Deməli, buna baxırdıq. Bu səhvdir, birləşmə yox, parçalanma olmalıdır. İki və ya daha çox maddədən bir maddənin alınması gedən reaksiyalar parçalanma reaksiyası isə səhvdir. Burada məsələn, iki dənə maddə birləşib də. Parçalanma deyil ki, birləşmədi. Mübadilə reaksiyaları həm də dəyişmə reaksiyası adlanır. Burada üstü dəyişmə reaksiyası adlanır. Bu qədər, sağ olun.